Təcvidin gözəlliyi. Təcvidin gözəlliyi. Maraqlı mövzudur. Məsələn, burada deyir, danış idğamlardan. İdğam. Vələm yəkun ləhu. Vələm yəkun ləhu. Yəkun ləhu idğamdır da. Eləmək. Quran baxımından eləməli, təqcib baxımından. Quran oxuyanda yarışdır, dərslərdir. Bizə müəllimlərimiz tapışıblar, bunu sıx ki səs, nını oxuma, müdğam, fi, filan, düzdür. Bəs namazda necə? Burada idğamı bir neçə hissəyə bölür. Çox maraqlı mövzu var. İdğamı ayrıca bir bəhs açıb. İdğam var, mədlər var. Mən də inşallah vaxt müqabilində deyəcəm hansılarını. Burada bəhsləri var. Burada məsələn filan müştəhidlərin, qədim alimlərin bir nəzəriyyəsi var. Bəzi qədim alimlərin nəzəriyyəsi bəzən olur ehtiyat baxımından. Deyir ki, bunu eləsin də, bunu eləsin, məsələn, namazı da, yəni əməl eləsin. Bəzi vaxt qəşəng onu bölür. Deyir, elə yeri var ki, məsələn, idğam eləsən, filan şeyə səbəb olacaqsa elə, olmazsa eləmə. Amma nə imkan var, çalış elə. Demir, sırf vacibdir, şəriətdə, namaz batılliyin qeydləmirlər. Amma digər sən bunu əməl etməliyin çox xeyri var ki, ən azından o Quranın haqqını ödəyəsən də. Quranın haqqını ödəyəsən. Buradan idğamı bölüb bir neçə hissəyə. Məsələn, bölüb burada deyir, bəzə var ki, idğam-ı kəbirdir, bila bilirsiniz də. Şəmsi hərfləri, məsələn, için burada ləğvi deyək, hərflərin sıxılması. Məsələn, Ər-Rahman-ər-Rahim kəlməsində əlif-lam var burada, şəmsi hərfdir. Sonra gəlir ra hərfi, şəmsi hərfi, ra şəmsi hərfdir. Burada ləm birisi düşür, r sıxılır. Bu mən necə sıxmayım. Buna deyir, vacibatdan da artıq. Deməli, Ər-Rəhməni. Mənanı dəyişə bilər. Bunlar heç var da deyilməlidir. Elə var ki, orada sıxılmalı deyil, sən sıxmayasın. Bunlar da məlumlar, lazımi məsələlərdir. Məsələn, Ər-Rahman-ər-Rahim, Maliki yevmiddin. Ya belə oxuyuruq, ya deyirik ki, Ər-Rahman-ər-Rahimi, Maliki yevmiddin. Vəqf eləyəndə hər kəlmənin axırına dayanırıq, fasilə və nəfəs alırıq, ardını oxuyuruq. Və o bir kəlmənin axırıdakı hərəkətə nə edirik? Vəqf iskan atırıq. Ər-Rahman-ər-Rahim düşür, nəfəs alırıq, Maliki yevmiddin. Qəbuldur, bəli. Və var ki, keçirik, keçəndə saatini oxuyuruq, kəsəni. Ər-Rahman-ər-Rahimi, Maliki yevmiddin. Bu da qəbuldur. Amma əlifbada dərs var deyə. Ya keçsə dayan, keçsənsə hərəkə oxuy, dayanırsansa hərəkəni oxuma. Ər-Rahman-ər-Rahim, Maliki yevmiddin səhvdir. Belə oxumaq olmaz. Yəni, yersiz idğamdır bu. Ər-Rahman-ər-Rahimi. Burada mən iynə atıram, mı-la qutarır. Mı da ikinci söz başlayır mı-la. Bu mu, o mu? İdğamdır, özündən qanun çıxaq. Burada qanun çıxarmaq ehtiyac yoxdur. Burada qanun yoxdur ki. Burada idğam var. İdğam budur ki, əvvəlki hərfin hərəkəsi olmasın. Ər-Rahman-ər-Rahimi. Burada hərəkəsi var. Necə burada birləşirsə, Ər-Rahman-ər-Rahim, Maliki yevmiddin səhvdir. Namaz batıl ola bilər, deyir, hə. Çünki elə oxunuş yoxdur ümumiyyətlə. Sən təmiz əksinə oxursan və təmiz məna dəyişə bilər və onlar mənasız bir söz. Və burada suallar və burada var, mən onları oxuyayım. Sonra keçim xülasəsinə. Bir yərməlun hərflərində yırımılı vavını, bilirsiniz də bunlar, Allah şükür. Əgər bir insanğunnəsiz idğam eləsə,ğunnə nədir? Yəni, burun ciziltisi. Yərməlunda yəmun hərfləri, yımı, vavını,ğunnəlidir. Yerdə qalan ki, var, iki hərf. Onlar isə nədir? Bilağunnə,ğunnəsizdir. Bunlar bilirsiniz ki, mən deməm, biraz abi olar. Allah şu hamımız savadlı insanlarsın. Deyir, yərməlun hərflərindəğunnəsiz oxunsa, buna deyir, necə olacaq? Vəğunnə lazım olduğu halda, məsələn, içində mimmə sözündəğunnə lazım deyir, hə. Deyir, məsələn, burada idğam olunmasa deyir, bəs necə olacaq? Cavab nədir burada? Deyir,ğunnəlin vacibliyi, görək kimin nəzərdə bu? Burada bir nəzər yazmayıb, amma CD-zi təbəyin kitabınla yazır, amma burada hasıl müşkil fətvası yazmayıb. Hər bir halda,ğunnənin vacibliyi məlum deyil. Bəlkə iki kəlmədə idğamın əslisi də məlum deyil.
Baxmayaraq ki, ehtiyatdır. Ehtiyatdır ki, əməl olunsun. Gunnələrin vacibliyi əgər fərz olunsa, vacib olunsa, o vacibdir əsas bu 4 hərfdə. Yəmun hərflərində, ləm, ra ki, gunnə, bila gunnədir, buna deyil, lazım deyil. Amma hər bir halda ehtiyat üçün gunnə əməl eləyəsən. Sual var burada. Əgər bir nəfər insan Qul huvallahu əhəd İxlası oxuyur, yəkun sözünü, yəkulləhu və ləm yəkulləhu sözünü və təşəhhüddə əşhədu ən la ilahə illallah sözündəki idğam olunmalıdır, əllə deyilməlidir. Məsələn, idğam eləməsə, namazı batildir. Yəkulləhu əllə. İdğam etməsə, namazı batildir. Deyir, namazı əgər belə oxusa, qəbuldur. Amma deyir, idğam deyir, hər bir halda əməl olunması deyir, tövsiyə olunub. Yəni, idğamı elə də. Baxma ki, yəkunləhu, yəkulləhu dəyişmir məna. Amma bu ədəbiyyat, ərəb ədəbiyyatının təcidi qoluna olan bir qanundur ki, bunu əməl olunsun.